Salam, bugün sizlərlə birlikdə 9 gün challenge edirik. Bu nədir? Yəni 9 gündə 9 unit öyrənəcək sizlərlə birlikdə sırf 10-cu sinif üzrə. Əgər mənim kimi bu il 10-cu sinif olanlar varsa, bu video ilə məhz sizin üçündür. Gəlin başlayaq. Grief, qəm, kədər deməkdir. Uplift the spirit, əhvalını yüksəltmək deməkdir. Readiness, hazır olma deməkdir. Ups and downs, enişlər, yoxuşlar deməkdir. Willingly, könüllü olaraq deməkdir. Cheer up, şadlanmaq. Cover the cost, xərci qarşılamaq, hesab ödəmək. Frontline, ön cəbhə. Manage, idarə etmək. Reclavis, xəzandırmaqla təmizləmək. Rush, tələsmək, axın. Sail, nəqliyyat düzmək. Shovel snow, qarı kürümək. Sincere, səmimi. Speed through, tələsərək keçmək. Emotional, həssas. Fundraiser, ianə toplayan. Give a lecture, mühazirə demək. Currently, cari. Remote, ucqar deməkdir. Will build, yaxşı böyüdülmüş. Fame, nüfus. Gain, qazanmaq. Madə, məsələ. Ripple effect, dalğa effekti. Self-worth, özünə dəyər. Vest, jilet. Curious, maraqlanan. Future, xüsusiyyət. Flat-heeled, tabanı 4 günc ayaqqabı. Girlish, qız xasiyyətli, qız fason. High-heeled, hündür taban. Knee length, diz boyu. Go from rags to riches, yoxsulluqdan zənginliyə doğru. Philanthropist, xeyriyyətçi. Prominent, görkəmli. Secular, dünyəvi. Heartwarming, qəlbə yatan. Hələlik növbəti Unit 2-də görüşənədək.